Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Bugünkü videoda biz S kimi ifadələrin, yəni imtahanda biz tez-tez qarşılaşırıq bu suallarla. Bunların hesablanması üçün Python kodunu nə cür yazırıq onu öyrənəcəyik. Həmçinin də vaxt qalsa say sistemlərinə keçid öyrənəcəyik. Yəni ki, ikili say sistemindən onluq say sisteminə keçid, onluqdan 16-lığa və s. Birinci başlayırıq bu S olan ifadələrdən. İlk öncə bu cür suallarda mənə məlum olmayan nədirsə, onu klaviaturuna daxil edirəm. Yəni, verilmiş bu ifadədə mənə məlum olmayan nədir? N-dir, düzdür, çünki N bilmirəm axı nədir. Bir də ki, S-dir. İndi mən keçib bunun Python kodunu yazsam, mənə məlum olmayan nə idi? N. N bərabərdir, int input. N-i daxil elədim. Bir də təbii ki, S idi. S də bərabərdir 0 verəcəm, çünki hər dəfə üzərinə bir ifadə gəlir. İndi mən sualı aşağıda yerləşdirirəm. Demək, sualda bizə yazıb ki, S bərabərdir 1 plus 1 böl 2-nin kvadratı plus 1 bölünsün 3-ün kvadratı. Bu prinsiplə hara qədər gedir? N-ə qədər. Mən burada sadəcə ilk olaraq ən çətin məqam desəm, məntiqi ardıcıllığın qurulmasıdır. Yəni, mən while dövrü tərkibində hansı ifadəni verməliyəm ki, i-nin artan qiymətlərindən asılı olaraq hər dəfə 1 böl 2-nin kvadratı, növbəti dövrdə 1 böl 3-ün kvadratı yaranmalıdır. Yəni, məntiqən düşünsəm ki, bir dənə while dövrü açaram, while yazıram. Birdən n-ə qədər geçsin. Çünki, niyə birdən n-ə qədər? Mən aşağı məxrəcləri fikir versəm, orada sualda yazıb 1 plus 1 böl 2 kvadratı. Bir özü nə deməkdir? Elə 1 bölünsün 1-in faktorial deməkdir. Və mən məxrəcləri fikir versəm, məxrəcdə, yox, 1 böl 1 üzərində 2 deməkdir. Sualda n üzərində 2-dir. 1 böl 1 üzərində 2 deməkdir. Və mən məxrəcləri fikir versəm, 1 üzərində 2, növbəti ifadədə 2 üzərində 2, növbəti ifadə 3 üzərində 2. Bu prinsiplə 1-dən n-ə qədər gedir. Yəni, məxrəcə görə gedəcəm. Ona görə while-da yazıram ki, 1-dən n-ə qədər getsin. Və düşürəm aşağı yazıram ki, S bərabərdir S plus. Hər dəfə üzərinə nə gəlsin? Bunu artıq mən məntiqlə qururam. 1 bölünsün i-nin kvadratı. Və hər dövrdə də yazıram ki, i plus bərabərdir 1. Aha, burada 1 yox. Təbii ki, i-ni artıracam, i yazıram. Və i-nin də ilkin dəyərini verirəm. Nə? 1. 1 verdikdən sonra ilk dövr üçün nə olur s-in qiyməti? Burada. 1 bölünsün 1-in kvadratı. Elədi 1, düzdür. 1-i artırdı, i-ni artırdı, oldu i-nin qiyməti 2. Növbəti dövrdə gəlir, 2 n-dən kiçikdir, şərt ödəyir. Düşür aşağı, 1 bölünsün 2-nin kvadratı. Sonra gəlir 1 böl 3-ün kvadratı. Bu prinsiplə nə edəcək? Gedəcək. Əsas, baxın, bu məntiqi ardıcıllığı, yəni, baxın, bunu qurmaqdır. Bunu qurduqdan sonra asan olur. Yazdım, i-ni artırdım, düşürəm aşağı, print s. Bu da oldu mənim sualımın nəyi? Kodu. Bunu çalışdırım. Mən verirəm burada 3. Cavab çıxır 1,36 nələrsə bu proqramın baqıdır, buna fikir vermirik. Həqiqətən yoxlayaraq görək o alınır, yoxsa yox. Demək, 1 plus 1 bölünsün 2-nin kvadratı. Mən 3 vermişim axı. Plus da 1 bölünsün 3-ün kvadratı. İndi 1 plus 1 böl 4 eləyir 1,25 plus 1 bölünsün 9 da eləyir hardasa məndə 1 tam nə qədərsə 0 tam 10 neçəsə. Yəni də düz işləyir sonuçda. 1 tam 36 nələrsə eləyir. Yəni cavab olaraq düz verir. Bu da oldu nədir? Sualımın kodu. İndi keçək növbəti bir suala baxaq. Məsələn, elə bu suala baxaq. Burada yazıb ki, S bərabərdir 1 plus 1 böl 3-ün üzərində 3 plus 1 böl 5 üzərində 5. Bu prinsiplə hara qədər gedir? N-ə qədər. Aha, demək, while-da mən nə edəcəm? I hardan başladacam? 1 zaten mənə nə deməkdir? 1 bölünsün 1, bunun üzərində 1-dir. Yəni, bu prinsiplə gedib zaten 1 yazıb. Demək, i-ni elə 1-dən başladacam. I bərabərdir 1 yazacam proqramda. İndi birazdan qeyd edəcəm. I-ni 1 verirəm. Sonra i-ni hər dövrdə 2 artıracam. Çünki məxrəcdə 1, 3, 5, 7 bu prinsiplə gedir. Hara qədər gedəcəm? N-ə qədər. İndi keçək onu yazaq. Sualda yenə də baxıram. Mənə məlum olmayan nədir? N-dir, bir də S-dir. N bərabərdir. Int input yazıram. Düşürəm aşağı S bərabərdir 0 götürürəm. Hər dəfə üzərinə cəmləsin və i-ni 1-dən başladıram. While-da da yazıram ki, i nə qədər ki, kiçik bərabərdir n-dən. Hər dəfəsində indi keçirəm əsas məntiqi ardıcılığı qurmağa. S bərabərdir S plus nə? Orada sualda məndə yazıb ki, sualı aşağıda qeyd edirəm. 1 plus 1 bölünsün 3 üzərində 3 plus 1 bölünsün 5 üzərində
5 bu prinsiplə gedir. Hara qədər n-ə qədər. Mən məntiqlə fikirləşirəm ki, mən bunu bu cür yaza bilərəm. 1 bölünsün i üzərində i. Yəni, mötərizə daxilində 1 bölünsün i və bunun üzərində i. Ümid edirəm hamıya aydın oldu. Düşürəm aşağı i plus 1-i də 2 vahid artıracam. Sonunda deyirəm ki, print s. Yəni, biraz mürəkkəb görünür. Əsas yəni bunu tapana qədərdir. Belə, bu da oldu həmin o ikinci sualın kodu. Keçirik indi belə bir suala baxmağa. Burada yazıb s bərabərdir. Mənfi 1 böl i faktorial. 1 faktorial plus 1 böl 2 faktorial üzərində 2. Çıxılsın 1 böl 3 faktorial üzərində 3. Bu prinsiplə gedir. Hara qədər? N-ə qədər. Vayda demək nə edəcəm? 1-dən başladığına görə i-ni 1-dən götürürəm. i bərabərdir 1. Və vayda yazıram ki, 1 nə qədər ki kiçikdir n-dən. Yəni 1-dən i nə qədər ki kiçikdir n-dən. i-dən n-ə qədər gedəcəm. İndi burada biraz qəribə görünən işarənin dəyişməsidir ki, biz bundan öncəki suallarda ya müsbət idi, ya da mənfi idi. Burada mənfi, müsbət, mənfi, müsbət bu prinsiplə gedir. İndi bu sualı mən aşağıda yerləşdirəcəm. Keçək bunun kodunu yazmağa. Demək, yenə də suala baxıram. Sualda mənə aydın olmayan bir n-dir, bir də ki s-dir. Yəni, sualın tərkibində x olsa, x-i də daxil edəcəm. S bərabərdir 0 yazıram. Sualda ilk öncə nəyə fikir verirəm bu cür suallarda? İlkin başlanmış həddin dəyəri mənfidir, yoxsa müsbətdir? Təbii ki, mənfidir. Çünki sualda s bərabərdir mənfi 1 böl 1-in faktorialıdır. Yəni, mənfi ilə başlayıb. Bunun üçün k dəyişəni götürürəm. Mənfi ilə başladığına görə k-nın ilkin dəyəri mənfi 1 qeyd edirəm. 1 ilə başlasaydı, yəni s bərabərdir 1 böl 1 faktorial olsaydı, yəni müsbətdən olsaydı, bu zaman 1 yazacaqdım. Mənfidir, mənfi eləyirəm. Düşürəm aşağı, yenə də həmin o while yazıram. While i nə qədər ki, kiçik bərabərdir n-dən. Yuxarıda da i-ni qeyd edirəm. Təbii ki, neçədən? 1-dən. i bərabərdir 1. Düşürəm aşağını keçirəm o məntiqi ardıcılığı qurmağa. S bərabərdir s plus nə? Baxın, birinci dövr üçün nə yazıb? 1 bölünsün 1 faktorial. Növbəti dövrdə 1 böl 2 faktorial və üzərində 2. Növbəti dövrdə 1 böl 3 faktorial, üzərində 3. Aha, demək ki, mən bunu bu cür yaza bilərəm. 1 bölünsün i faktorial. Bunun üzərində də bir dənə i. Çünki faktorial onun üzərindəki ilə eyni qiymətdir. Amma yəni Python faktorial nədir bilmir. Biz xüsusi funksiyalara keçməmişik. Buna görə ilk öncə faktorial tapmalıyam. Yəni daxil olmuş i üçün faktorial tapmalıyam. Bunun üçün f bərabərdir 1 dəyişəni götürürəm. Düşürəm aşağı yazıram, f bərabərdir, f vurulsun i. Hər dövr üçün f-in ilkin dəyəri məndə olacaq, i demək bizdə 1-dir. F vurulsun 1, f-in ilkin dəyəri olur 1. Bu zaman nə yazsam? Bayaq dediyim kimi. Nə idi məndə? 1 bölünsün i-nin faktorialı üzərində i. i-nin faktorialı f ilə əvəzlədim. O zaman nə yazacağam? 1 bölünsün f. Bunun üzərində nə? i. Düşəcəm aşağıda i-ni də 1 vahid artıracam. Niyə 1 vahid? Çünki mən məxrəcdən görürəm də 1 vahid artaraq gedir. Birinci 1 faktorialdır, növbəti təbii 2 faktorialdır, növbəti 3 faktorial və n-ə qədər gedir. Hər dövrdə də heç nə f-in faktorial dəyərini artıracaq. Və bir dənə qaldı bizdə mənfi müsbət işarəsi. O da ki, k bərabərdir mənfi 1 verib ilk dövr üçün. Və bu k-nı da buradan yazıram. Yəni yazıram ki, k vurulsun həmin bu ifadə. Və hər dövrdə də aşağıda düşüb k-nın dəyərini dəyişəcəm. Yəni ilkin dövr üçün mənfidirsə, k bərabərdir mənfi k yazmışam. Mənfi 1 vuracaq, bu mənfi olacaq, k-nın dəyəri müsbət. Növbəti dövr üçün müsbət kimi gedəcək. Burada müsbətə vuracaq. Və düşəcək aşağı yenə də mənfi vurulsun müsbət, k-nın dəyəri olacaq mənfi. Bu prinsipdən mənfi müsbət neyəcək? Gedəcək. Düşəcəm aşağıda print s. İndi sual çalışdırsam, daha doğrusu kodu çalışdırsam, 2 qeyd eləsəm, çap olaraq mənfi 0,75 indi hesablayaq. Demək, sualımızın birincisi mənfi 1 böl 1 faktorialdır, bu eləyir mənfi 1 plus 1 böl 2 faktorial üzərində 2 idi. Mən də 2 daxil eləmişəm, 1 bölünsün, yəni 4. Bu da mənfi 1 plus 0,25, təbii ki, mənfi 0,75. Bu kodda oldu sualımın nəyi? Kodu. Əsas demək, yadda nəyə saxladıq? Bu cür suallarda ilk baxıram, mənə aydın olmayan nədir? N-dir. Yəni, bu suala görə n idi. Təbii ki, orada sualın tərkibində x verə bilər, k verə bilər. Bu zaman nə aydın deyilsə, klaviaturuna daxil edirəm. S-in də hər dəfə üzərinə ifadə gəlmək üçün S-in ilkin dəyərini 0 verirəm və düşürəm aşağı bu prinsipləri
yerinə yetirirəm. Və əsas bir məqamda ona baxıram ki, sualın ilkin dəyəri, yəni əgər işarə dəyişkənliyi varsa, mənfi, müsbət, bu zaman keçirəm ilkin həddin qarşısındakı işarəyə baxıram. Müsbətdirsə, k-nı götürürəm, k bərabərdir 1, mənfidirsə, k bərabərdir mənfi 1 götürürəm və k-nın işarəsini dəyişmək yaddan çıxmasın. İndi keçirik sayı sistemindən çevriliş. Təbii ki, kod üzərində izləyəcəm. Tutaq ki, belə bir sual verib. Onluq sayı sistemindən 8-lik sayı sisteminə çevirən bir proqram yazın. Təbii ki, onluq sayı sistemindəki ədəd klaviaturuna daxil edilir. Tutaq ki, daxil olunub 126. Mən bunu informatikadan bilirəm ki, sayı sistemləri mövzusunu keçdikdə 8-lik sayı sistemi necə çevrilir. Təbii ki, bölürdüm bunu 8-ə. Alınmış tam hissə məndə eləyir 15. Qalıq olaraq da yazıram mövzusa daxilində 15, 8, 126. Və keçirəm bunu 15-ə tətbiq edirəm. Növbəti addımda 15 bölünsün 8. Tam hissə məndə eləyir 1 və qalıq eləyir 7. Və keçirdim 1-i 8-ə bölürdüm. Tam hissə eləyirdi məndə 0. Yəni 0 olana qədər bölürdüm. Qalıq məndə neçə qalırdı? 1 qalırdı. Və həmin alınmış bu qalıqları tərs ardıcıllığına düzürdüm. Yəni normal olaraq ilk qalıq 6, 7, 1-dirsə, bunu mən sondan əvvələ doğru, yəni 1, 7, 6 şəklində yazırdım. 1, 7, 6, bu da oldu nə? 8-lik sayı sistemindəki çevrilişi. Həqiqətən yoxlasaq, 0, 1, 2, 8, 2, 64, 56 eləyir 120, bu da 6, 126. Aha. Yəni mən istifadəçi olaraq 120 daxil etsəm, çıxış olaraq mənə 176 verməlidir. Mən onda burada nə fikirləşdim? Hər dəfə bunu mən vaildə yazacağam. Bunu şərh kimi yazım. Demək, ilk öncə istifadəçidən alıram həmin ədədi. N bərabərdir int input. Aha. Mən bunu 8-liyə çevirməliyəm. Düşürəm aşağı, vaildə deyirəm ki, biz hara qədər elədik? Bax, 0-a qədər, düzdür? Deyirəm ki, həmin o daxil olunmuş n ədədi. Nə qədər ki, böyükdür 0-dan, həmin bu addımları icra elə. Hansı addımları? Mən nə etməliyəm? Sondan əvvələ alınmış qalıqları nə etməliyəm? Toplamalıyam. İlk öncə qalığı tapıram. R bərabərdir. Qalığım nə olur? Təbii ki, n 8. Bu oldu mənim qalığım. Və düşürəm aşağı. Bunları mən yan-yana yığmalıyam axı. Yəni 1, 7, 6-nı yığmalıyam. Bunun üçün də buradan S sətri götürürəm ki, yan-yana yapışdıracağam sətr formasında. Düşürəm aşağı, yazıram S bərabərdir. Normal olaraq mən həmişə S plus nəsə yazırdım. Amma mən bunu tərs ardıcıllığından düzdüyümə görə yazacağam R plus nə? S. R təbii ki, STR formasında olmalıdır. Bunu bir-birinə yan-yana yapışdırmalıdır. Ona görə STR R yazıram. Və plus neyinirəm? S-i yazıram. Və n bərabərdir. N 8-ə bölürəm. Çünki burada mən 126-nı 8-ə bölüb 15 aldım. Yəni bunu bölmüşəm də. Burada bunu bölürəm. Və keçib 15-ə yoxlamalıdır. Ona görə yəni bu addımı yazdım. Düşürəm aşağı print. S-i çap edirəm. İndi bunu çalışdırsaq. 126-nı daxil elədim. 176-nı çap elədi. Bu da bizdə oldu onluq sayı sistemindən 8-lik sayı sisteminə çevriliş. İndi əsas suallar olur ki, tutaq ki, onluq sayı sistemindən 16-lıq sayı sisteminə çevriliş. Yəni normal olaraq mənim heç bir partiyla anlayışım yoxdursa, yəni burada 8 yazılıbsa bunu eləyərəm 16, bunu da eləyərəm 16. Beləcə düzəldir. Belə düzəlmir, çünki biz bilirik ki, 16-lıq sayı sistemində 10-dan 16-ya qədər hər bir ədəd müxtəlif bir rəqəmlərlə, hərflərlə işarə olunub, daha doğrusu simvollarla A, B, C və F-ə qədər gedir çox güman ki. Onda nə edərəm? Həmin bu 16-lıq sayı sisteminin simvollarını yığıram bir sətrin tərkibinə. Yəni 0, 1, 2, 3. Hamısını yığıram. Onun yerinə A yazıram. B, C, D, E, F. Demək 10, 11, 12, 13, 14, 15. Aha, 15-ə qədərdir. Bu da qalsın elə burada. Düşürəm aşağıda yenə də n böyükdür 0-dan bunu qeyd edirəm. Çünki 16-lıqda da zaten mən bilirəm ki, 0 olana qədər gedəcək və ondan böyük qalıqların yerinə uyğun olaraq, yəni qalıq 10-dursa A yazacaq, 11 isə B yazacaq bu prinsiplə. Qalığı alıram. İndi mən keçməliyəm nəyə? Qalığı tutaq ki, bu alıb 10. Mən onun yerinə 10 atası deyiləm də A atmalıyam. Onda nə edirəm? Baxın, bunun yerinə mən nə yazacağam? Bunu silirəm buradan. Bunu qoy burada çevireyim. R bərabərdir. STR çaşmayaq. Bunu çevirdim. İlk öncə sətrə.
Çevirdim sətrə və düşürəm aşağı, baxın burada. Elə həminki burada, yəni burada dəyişmirəm, elə burada qalır. Yazıram ki, K-nın hansı indeksi daxil olunmuş R indeksi. Yəni bunu çevirməyə ehtiyac qalmadı. Bu elə qalsın ədəd tipində, çünki K daxilində sətr yazıla bilməz. Mən deyirəm ki, qardaş, sən bunu 10 almısansa, mən 10 gəlməliyəm axı üzərinə, yəni A-nı gəlməliyəm. Get K sətrində 10-cu indeksdə nə dayanıbsa onu götür. Bax, 0, 1, demək 9-a qədər. Zaten 0-dan başlayır, biz bilirik. 0, 1, 2, 3, 4. 9-a ya 9'u, onda da A olur. Onun yerinə A atır. Həmçinin qalıq olacaq 15, 15-in yerinə F atacaq. Və salam, bu cür. Burada da 16'ya bölmüşəm, burada 16, print S. Şimdi bunu çalışdıraq. Daxil edirəm 170. 170, 16 sayısının çevrilişi 2 dənə R simvoludur. Bu da oldu, demək, 10'luq say simindən 16'lıq say siminə çevriliş. İndi mən keçirəm əks proses, yəni 16'lıq say sistemindən 10'luq say sisteminə çevriliş. Bunu nə cür yazacağam? Bunun hamısını təmizləyim. İlk öncə yadımıza salaq ki, 16'lıq say sistemindən 10'luq say sisteminə necə çevriliş olunur? Yazıram 2 dənə A, mənə 170 alınması lazımdır. Biz bilirdik ki, bu 16'lıq say sistemindədirsə, sağdan sola doğru yuxarıdan nömrəliyirdim 0-1 olmaqla. Demək, birinci, qoyma mən aşağıda yazım. Birinci simvolum olur məndə 1, digər simvolum olur 0. Və yazırdım ki, 16 üzər, demək, A vurulsun, 16 üzərində 1 plus, yəni bu cür idi də bu, çox güman ki bilirsiniz. A vurulsun, A-nın dəyəri məndə neçə idi? 10 idi, yəni 10 vurulsun, 16 üzərində 1, bax həmin bu 1, çünki A simvolunun üzərində 1 dayanıb. Bunun üzərinə gəlirdim, nəyi? Hələ A vurulsun, yəni 10 vurulsun, 16 üzərində 0. İndi bunları toplayayım mən, bərabərdir. Demək, 10 vur, 16 eləyir 160. 160 üzərində demək, 160, bura qədər, okey. Buradan da 10 vur, 16 eləyir məndə. Ya 10 vurulsun, 1. 170. Bizə də elə bu lazım idi, düzdür. İndi bunu keçirəm mən kodda yazmağa. Demək, ilk öncə istifadəçi 16'lıq say sistemini daxil etməlidir. 16'lıq say sistemində olmuş ədədi deyək. Təbii ki, A bərabərdir int inputdan yox, çünki bunun tərkibində sətr də ola bilər, yəni AB də ola bilər. Buna görə inputdan daxil eləyir. Inputdan daxil eləyir. Və mən bunun uzunluğunu tapıram. Niyə tapıram? İndi birazdan deyəcəm. Len A yazıram. Və düşürəm aşağı. For daxilində yazıram ki, for I in A. Ki mənə bunun hər bir nəyə lazımdır? Simvolları lazımdır. Yəni 10'dursa, A-dırsa A-nı çevirəcəm 10'a, 10 vur 16 üzərində 1 olacaq. Və mən bu 1'i tapmalıyam. Nə bilim, bu bəlkə 2 simvolu daxil edəcək, 10 simvolu daxil edəcək. Ona görə mən bu len N-i götürmüşəm. Yəni düşəcəm aşağı. İlk öncə istifadəçi bir hərf simvolu daxil edibsə, mən bunu rəqəmə çevirməliyəm. Bunun üçün yenə də bayaqki kimi bir dənə nə götürürəm? Sətrin daxilində 16'lıq say sisteminin simvollarını. 0, 1, 2, 3, 4, 5. Okey, götürdüm və düşürəm aşağı. Deyirəm ki, və toplamalı da düzdür. Yəni burada bunu toplayıb, burada gəlib bunu toplayıb. Toplamaq üçün də bir dənə S bərabərdir 0 götürürəm. Düşürəm aşağı, deyirəm ki, S bərabərdir S plus nə? Bax, bizə bu lazımdır. 10'dursa, A-dırsa bunu 10'u çevirsin. O zaman yazıram ki, götürdüyüm simvolun indeksi, yəni belə bir bizdə funksiya var, k.index, həmin o götürdüyüm simvolu i-ni yazıram. Yəni 10 A-dırsa, onu gəlib burada, A-nı gəlib burada tapacaq. Gəlib indeksi, yəni onu götürəcək. Zaten A-nın burada indeksi 10'dur. Demək, indeksi vurulsun 16. İndi keçək əsas məsələyə. 16 üzərində nə? Baxın. Bunu mən nə cür tapıram? Yəni oturmuşam imtahanda, bilmirəm ki, bunun üzərində mən nə yazacağam. Bir dənə də əlimdə var len A. Və simvoldakı nədir daxil edeyim, neçə uzunluğu daxil edeyim, bilmirəm. Mən özümdən atıram 2 dənə simvolu A-nı daxil edeyib. Mənə lazımdır ki, ilk simvola görə 1'i götürsün də, bu 16 üzərində 1. Və uzunluq da məndə nədir? Len A. Aha, len A nədir? Hansı dəyəri verir məndə? 2 dəyərini. Demək ki, mən bunun üzərində nə yaza bilərəm? Len A-nı mənimsəmişəm elə. Mörsə daxilində yazıram L-1.
Düzdür? Çünki 2-dirsə, özümdən atdım da bunu. Başqası olsa yenə də ödəyəcək. 4 dənə A daxil eləsə, tutaq ki, bura daxil elə 4 dənə A. Məndə bura neçə olur? Demək, 0, 1, 2, 3 olur da. 4 çıxılsın 1, len 1 çıxmışam, 3-ü verir. Və növbəti dövr üçün, yəni bu A-nı tapandan sonra keçəcək bu A-ya. Bu A-da nə olmalıdır? 2 olur da, 0, 1, 2. Bu zamanda düşüb aşağıda yazıram, L bərabərdir, L minus 1. Növbəti dəfə L-in dəyəri 1 vahid azalsın, buradan çıxanda 1 vahid azalmış dəyəri versin mənə. Bu cür. Sonra düşürəm, deyirəm ki, print S. İndi gedək bunu çalışdıraq. 16-dan 10-ğa da düzdür, 2-dən A verirəm. Çalışdırıram, 170-i alıram. Bu da oldu 16-lıq say sistemindən 10-luq say sisteminə çevriliş. Onda belə bir qənaətə gəlirəm ki, mən sualda, sualın daxilində 16-lıq say sözü eşidən kimi bu sətri mütləq götürürəm. Zaten mənə hansı say sistemindən 16-lığa keç və yaxud 16-lıqdan bu say sisteminə keç, zaten mənə bu sətr lazım olacaq. Demək, 16-lıqdan hər hansısa bir say sisteminə keçirəmsə indeks olacaq, hər hansı bir say sisteminə 16-lıq keçirəmsə bayaq yazdığım kimi, yəni K-nın inci indeksi lazım olacaq. Başqa əgər tutaq ki, sizə versələr 2-lik say sistemindən 8-lik say sisteminə çevriliş, bunun da özünə direkt keçiriş kimi Python kodu var, amma istəmirəm başınızı ağrıdım. Bu zaman sadə olaraq heç nə 2-dən 10-luq say sisteminə keçəcəksiniz və 10-luq say sistemindən də 8-lik say sisteminə keçid edəcəksiniz. Nəticə olaraq da 2-dən 8-lik say keçmiş olursunuz. İndi bir dənə yazaq 2-dən 10-luq say sisteminə keçiriş qaydası. Bu da eyni prinsip olacaq. Baxın, silmirəm kodu. A-nı input daxil elədim. S-i vermişəm. Artıq bu lazım deyil, çünki 16-lıq yoxdur. 2-dən 8-liyi keçid eləməliyəm. Len A qalsın, for inc A qalsın. İndeksə artıq ehtiyac yoxdur. Ki, mən bunun yerinə yazacam. I yazacam. Yəni, ədədim tutaq ki, 2-lik say sistemində məndə verib 1, 0, 1, 0. Bunun 10-luq say sisteminə çevrilişi 10 eləyir məndə. Mənə 10-u çap eləməlidir. Yəni 2-likdən 10-luğa keçid edirəm. Bunu nə cür alır da? Heç nə, bayaqki qayda kimi. Sağdan sola doğru bir-bir nömrəliyir. Yəni olacaq burada 3, 2, 1, 0. 0, 1, 2, 3. Və yazırdı 1 vurulsun 2 üzərində 3 plus 0 vurulsun 2 üzərində 2. Bu prinsiplə axıra qədər gedirdi. Yəni götürülən simvolu vururdu, düzdür? Mən də bu götürülən simvolu STR tipində olur axı. Bunu çevirirəm tam tipinə. Çevirdim, yazdım bu cür. 16-nı dəyişib eləyirəm 2, çünki 2-lik say sistemidir. Üzərində heç nə L-1, yəni bayaqki prinsipi yazıram. L-dən də bir var çıxıram. Print S. Bunu çalışdırım. Nəticə olaraq 10 verdi. Bu da oldu 2-lik say sistemindən 10-luq say sisteminə keçid. Ümid edirəm hər bir şey aydın oldu. Daha aydın başa düşməyiniz üçün çoxlu bu cür kodlar yazın. Mən tutaq ki, burada 3-4 tip kod yazdım. Siz məsələn keçin 16-lıq say sistemindən 8-lik say sisteminə çevriliş. Bunun üçün də xüsusi bir keçid yoxdur. Zaten var bayaq dediyim kimi. Amma siz indi 16-lıqdan 10-luğa keçid edəcəksiniz. Zaten mən bunu dedim. 10-luq say sistemindən də 8-lik keçid edəcəksiniz. Bunu da dedim. Bu prinsiplə başlayıb yazacaqsınız. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.